Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve bihi nesta'in ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Ramazan ayının 26. günün duasında belə oxuyuruq. Allahümme ceal sa'i fihi meşkura. İlahi, bu gün mənim göstərdiyim səylərimi, yəni etdiyim əməllərimi şükrü olunmuş əməllərdən qərar ver. Biz keçən dualarda az da olsa şükür haqqında danışmışdıq, şükür haqqında ayə və hədis qeyd etmişdik. Allah Quran-ı Kərimdə buyurur: "Vəzkuruni əzkurkum vəşkuruli və la təkfurun." Bəqərə surəsi 152-ci ayədə. Bir Allah buyurur ki, məni zikr edin, məni yada salın ki, mən də sizi yada salım. Vəşkuruli, mənə şükr edin və la təkfurun, nankor olmayın. Başqa bir ayədə Allah Teala buyurur, Bəqərə surəsi 172-ci ayədə: "Ya eyyuhellezine amanu." Ey iman gətirənlər. Allah möminlərə xitabən buyurur: "Kulu min tayyibati ma razaqnakum." Sizə verdiyimiz ruzilərin gözəlindən, yəni pakından yeyin. Vəşkuru lillah. Allaha şükr edin. Allah üçün şükr edin. İn kuntum iyyahu ta'budun. Əgər Allaha ibadət edirsinizsə, Allahın verdiyi pak, halal, gözəl nemətlərdən yiyin və bunun müqabilində Allaha şükr edin. Şükür etməkliyin özü də bir nemətdir. Yəni biri var, insanın əlinə bir maddi cəhətdən bir nemət gəlsin, bir də var insanın şükür etməsi, yəni əlinə gələn nemətə görə Allaha şükür etməsi, bunun özü də bir nemətdir. Yəni insanın əlinə Allahdan bir nemət gələrsə, o nemətin müqabilində şükür etməklik özü də bir nemətdir. Şükür etmək imandandır, yəni imanın hissələrindəndir, imanın yarısındandır. Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləm buyurur: "Əl-imanu nisfəni." İman iki qismdən ibarət, yəni iki hissəyə bölünür. Nisfun minəs-fis-sabr, yarısı səbirdədir və nisfun fiş-şükür, yarısı da şükürdədir. Yəni şükür etməkliyin özü nədir? İmanın yarısındandır, imandandır. Şükür etməklik ələ gələnin müqabilində, yəni şükür nədir? Şükür etmək nədir? İnsanın əlinə bir nemət gələrsə, onun müqabilində insan şükür edirsə, yəni qarşı tərəfə öz razılığını bildirir, ondan razı olduğunu bildirir. Şükür etmək tək Allaha deyil, yəni şükür etmək bəndəyə də şükür etməlidir insan. Yəni bəndə tərəfdən insana bir hədiyyə verilərsə, nəsə insana bir bəxşiş verilərsə və yaxud da ki, biri digərinə bir gözəl xeyir iş görərsə, insan o qarşı tərəfə razılığını bildirmək üçün ona şükür etməlidir, ona təşəkkür etməlidir. Əgər hədislərdə buyurur ki, bir şəxs bəndəyə şükür etməsə, Allaha da şükür etməz. Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləm buyurur: "La yəşkurullaha mən ləm yəşkurin-nəs." İnsanlara şükür etməyən Allaha da şükür etməz. Yəni insanlara təşəkkür etməyən, insanlara qarşı məsuliyyətli olmayan, insanlara qarşı razılıq bildirməyən, Allahdan da gələn nemətə qarşı Allah üçün şükür etməz, Allaha qarşı razılığını bildirməz. Başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur: "Əlamətuş-şakir arba'atu." Şükür edənin nişanəsi, şükür etməkliyin əlaməti 4-dür. Əş-şükru fin-nə'ma. Biri var, nemətin müqabilində şükür. Yəni insanın əlinə bir nemət gələrsə, Allah tərəfindən, insan bunun müqabilində şükür edirsə, bu şükür etməkliyin bir əlamətidir. İkinci buyurur ki, "Və-səbru fil-bəla." Bəlaların müqabilində olunan da səbir şükürdür. Ki dedik, şükür nədir? Qarşı tərəfdən gələnə bir növ razılığını bildirmək. Əgər bu bəla Allahdandırsa, yəni Allahdan gələn bəlaya, müsibətə insan səbr edirsə, bunun özü də bir şükür etməyin əlamətidir. Çünki insan ona səbr etməklə özünün razılığını bildirir, dözümlülüyünü göstərir, razılığını bildirir. Bunun özü də nədir? Şükür etmək. Sonra buyurur: "Vəl-qunu'u bi qismillah." Allahın onun üçün təyin etdiyinə,
Məsələn, Allah ona ruzi nə qədər təyin edibsə, Allahın təyin etdiyinin müqabilində qane olmaq. Bunun özü də bir şükürdür. Yəni, əlinə gələn az nemət olar, çox nemət olar, fərqi yox. Hər nə əldə edirsə, onun müqabilində yəni qane etçiliyini bildirmək. Bu özü də şükrün əlamətlərindən. Dördüncü, və la yəhmədu və la yuəzzamu illallah. Yəni, insan ancaq tərifi, həmdi, əzəmətli bilməkliyi ancaq Allah üçün etməlidir. Yəni, Allaha həmd etməlidir, Allaha əzəmətli bilməlidir. Bunun özü də nədir? Şükr etməkliyin bir əlamətidir. Sonra biz bugünün duasında Allahdan istəyirik ki, وَذَنْبِ فِيهِ مَغْفُورًا وَعَمَلِ فِيهِ مَقْبُولًا. İlahi, bugün mənim günahlarımı bağışlanmış günahlardan qərar ver və mənim əməlimi qəbul olmuş əməllərdən qərar ver. Biz Qur'an-ı Kərimə baxdıqda və hədislərə baxdıqda bizim dildə işlənən günah sözü ərəb dilində əsasən üç kəlmə ilə ifadə olunur. Zənbun, ismun, məsiyyətun. Ki, ayrı-ayrı sözlər olmasına baxmayaraq, yəni bizim dildə qarşılığı günah mənasında işlənir. Məsələn, Qafir surəsinin 2-ci ayəsində buyurur ki, Allah qafiruz zənbi və qabilit tövbi. Allah günahları bağışlayandır və tövbələri qəbul edəndir. Burada zəm sözü işləndir. Yəni, Allah günahları bağışlayandır. Qafiruz zənbi, günahları bağışlayan. Və yaxud da ki, ism sözü, ism. Qur'an-ı Kərimin Bəqərə surəsinin 219-cu ayəsində. Allah buyurur, Peyğəmbərə xitabən buyurur ki, Yəsəlunəkə ənil xamri vəl məysir. Səndən şərab və qumar haqqında soruşulduqda, de, qul fihimə, de, onların ikisində ismun kəbirun, böyük günahdır. Burada da günahın ifadəsi ismundan işləndi. Yəni, de ki, onların hər ikisi böyük günahdır. Həm şərab içməlik, həm qumar oynamaq. Və mənafi'u lil-nasi, və onun insanlar üçün mənfəəti var, düzdür. Böyük günahdır. Eyni zamanda insanlar ondan mənfəət də əldə edir. Amma və ismuhuma, yəni onların günahı, məsələn, insan mənfəət əldə edir dünyası üçün. Amma günahı isə axirətdə onun zərərinədir, axirətini bərbad edir. Buyurur ki, və ismuhuma, onların günahı əkbər min nəf'ihimə, onların dünyada əldə etdiyi o mənfəət ki var, ondan daha böyükdür. Yəni, şərabın da, qumarın da mənfəətli olmasına baxmayaraq həm böyük günahdır, həm də ki, onların mənfəətindən günahı daha böyükdür. Burada da günahı ismlə ifadə olundu. Və dedik ki, bir də məsiyyətlə ifadə olunur. Məsiyyət də, yəni o da günahdır. Lüğəti mənasına baxanda, yəni asi olmaq, qarşı çıxmaq. Allahın əmrlərinə, Allahın təyin etdiyi o həddlər ki var, hüdudlar ki var, onlara qarşı çıxmaqlıq bunun özü də günahdır. Nisa surəsinin 14-cü ayəsində Allah buyurur, وَمَنْ يَعْسِ اللّٰهَ, hər kim Allaha asi olarsa və Rəsuləhu, və onun Rəsuluna asi olarsa, yəni onun əmrlərinə qarşı çıxarsa, وَيَتَعَدَّ حُدُودَهُ, Allahın həddlərini təyin etdiyi o hüdudlar ki var, onları aşsa, yudxiluhu nərən xalidən fiyhə, Allah onu cəhənnəmə daxil edər və orada əbədi qalar. Və ləhu əzabun muhin, onu orada alçadıcı əzab, yəni gözləyir, ona alçadıcı əzab verilər. Bu ayədə də günah mənasını ifadə edən, yəni asi olmaq, Allahın əmrlərinə qarşı, Allahın həddlərini aşanlar ki, hər üç mənası Qur'an-ı Kərimdə biz gördük. Yəni, lüğəti mənaları ayrı-ayrı olmağına baxmayaraq, ümumilikdə, yəni zənbun, ismun və məsiyyətun ki, lüğəti mənaları ayrı-ayrı olmağına baxmayaraq, bizim dildə günah kəlməsilə ifadə olunur hər üçü. Biz hədislərə baxanda da hər üç kəlmənin hədislərdə, yəni günah mənasını ifadə etdiyini görürük. Allahdan günahlarımızın bağışlanmağını istədik bugünün duasında ki, وَذَنْبِ فِيهِ مَغْفُورًا, İlahi, bugün mənim günahlarımı bağışlanmış günahlardan qərar ver. Bunun üçün ən gözəl yol, yəni insan Allahdan günahın bağışlanmağını istəyirsə və öz əməlində bunu ispat etmək istəyirsə, insan üçün ən gözəl yol nədir?
tövbə etməsidir. Yəni tövbə insanın günahlarından dönüb Allaha tərəf yönəlməsidir. Tövbə insanın mənəviyyatının paklığıdır. Usul-u Kafidə bir hədis nəql olunur. İmam Muhammed Baqir əleyhissalamdan. İmam Muhammed Baqir əleyhissalam buyurur: "İzə təbəl abdu tövbətən nasuhan." Elə ki bir bəndə nəsuh tövbə elədi. Nəsuh tövbə yəni elə bir tövbə edir ki, artıq bir daha o günahlara qayıtmır. Belə bir tövbə edərsə, "Əhəbbəhullahu fəsətərə aleyhi fid-dünya vəl-axirə." Allah onu sevər. Yəni o Allahın sevimli bəndəsi olar. Bəs Allah onun dünya və axirətdə günahlarını, eyblərini örtər. Axı bu insan günah edib, eyni zamanda nəsuh tövbə edir. Allah dünya və axirətdə onun günahlarını örtər. Ravi deyir ki, mən imamdan soruşdum ki, keyfə yəsturu aleyh, o günahlarını necə örtər? İmam buyurdu ki, yunsi mələkeyhi mə kətəbə aleyhi minəz-zunub. O mələk ki, onun günahlarını yazırdı, deyir Allah o mələyə unutqanlıq verər. Yəni o mələk artıq unudar o günahları. Bu bir. Və yuhi ilə cəvarihihi. Bəs onun bədən üzvlərinə belə vəhiy olunar ki, Qur'an-ı Kərimdə ayələrdə var ki, insanın bədən üzvləri insanın etdiyi əməllərə şəhadət verər. Allah buyurur ki, İmam buyurur ki, Allah onun bədən üzvlərinə belə vəhiy edir ki, uktumi aleyhi zunubə. Onun günahlarını, yəni örtbasdır edin. Və yuhi ilə biqail ard. Yerə belə vəhiy edər ki, uktumi mə kənə yə'məl aleykə minəz-zunub. Bu insan ki, bu bəndə ki, sənin üzərində günah eləyib, onu nə örtbasdır elə. Fəyəlqəllaha hinə yəlqahu və leysə şeyun yəşhədu aleyhi bi şey'in minəz-zunub. O Allahla elə bir halda görüşə gələr ki, onun əleyhinə şəhadət verən bir şey olmaz. Allah yerə deyər onun günahlarını örtbasdır eləyin. Allah onun bədən üzvlərinə deyər ki, onun günahlarını örtbasdır eləyin. O günahı yazan mələyə unutqanlıq verər, onun günahlarını unudar. Artıq bu insanın əleyhinə şəhadət verən bir şey olmaz. Ona görə Allah onun dünya və axirətdə deyir, İmam buyurur ki, günahlarını örtər. Sonra duanın sonunda oxuyuruq ki, və aybi fihi məsturən. İlahi, bugün mənim eyiblərimi ört. Ya əsməəs saimin, ey eşidənlərin ən eşidəni. Allah səttarəl uyubdur. Ki biz keçən duaların izahında da oxumuşduq ki, yəni Allah eyibləri örtəndir. Allah günahları örtəndir. Səttarəl uyubdur. İnsan gərək Allahın bu sifəti ilə, yəni səttarəl uyub sifəti ilə öz əxlaqını kamilləşdirsin, öz imanını gözəlləşdirsin, öz əməllərini saflaşdırsın. Allaha and verə izzət-i cəlana xatir, Allah bizim günahlarımızı bağışlanmış günahlardan qərar versin, Allah bizim eyiblərimizi örtsün və bizim əməllərimizi qəbul olmuş əməllərdən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.